1911-ci ildə Almaniyada maraqlı bir hadisə baş verir. Bir Azərbaycanlı bahalı bir restorana daxil olur. Amma ofisiantlar ona xidmət etmirlər. Onlar düşünürlər ki, bu adam sadəcə kasıbdır. Çünki onun başında Qafqaz papağı var idi. Üzündə qalın saqqal, geyimi isə çox sadə idi. Heç kim bilmirdi ki, onların qarşısında Qafqazın ən varlı insanlarından biri oturub. Bir müddət sonra restoran sahibi öyrənir ki, bu adam məşhur bir milyonçudur. O dərhal restorana gəlir və ondan üzr istəyir. Ona ən yaxşı yeməklər təqdim olunur. Şam yeməyindən sonra isə o adam sakitcə bir sual verir. Bu masanı bron etmək neçəyə başa gəlir? Restoran işçiləri qiyməti hesablayırlar. Bir gün, bir həftə, bir ay, bir il. Sonra isə o adam belə deyir. Mən bu masanı 100 il üçün bron etmək istəyirəm. Amma onun bir şərti olur. Bu masada istənilən Azərbaycanlı gəlib pulsuz yemək yeyə bilər. Bu insanın adı Hacı Zeynalabdin Tağıyev idi. Qafqazın ən böyük xeyriyyəçilərindən biri. Belə insanlar millətin yaddaşında həmişə yaşayır.